Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Sahih et-Tergib ve Terhib kitabından namaz kitabı devam edir. Ve müellif fesil açır. Tergibun nisai fi salati fi buyutihinne ve lüzumiha, kadınların namazlarını evlerinde kılmağa rağbetlendirmek ve onların evlerinde oturmaları ve ihtiyaç olmadan evlerinden çıkmalarından çekindirmek, korkutmak. Ümmü Hümeyd, Ebu Hümeyd Es-Sa'idi'nin hayat yoldaşı, zevcesi deyir ki, yani Allah Resulü sallallahu aleyhi ve sellem yanına gelir bu kadın ve deyir ki, ya Resulallah, inni uhibbu salate ma'ak, həqiqətən mən seninle birlikte namaz kılmağı sevirəm. Yani Allah Resulü sallallahu aleyhi ve sellem imamlıq ederek arkasında namaz kılmağı sevdiğini bildirir. Ve Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, قَدْ عَلِمْتُ أَنَّكِ تُحِبِّينَ الصَّلَاةَ مَعِي. Ben bilirəm ki, sen benimle birlikte namaz kılmağı sevirsən. وَصَلَاتُكِ فِي بَيْتِكِ خَيْرٌ مِنْ صَلَاتِكِ فِي حُجَّتِكِ. Ve senin yatak otağında kıldığın namaz, otağında kıldığın namazdan daha hayırlıdır. وَصَلَاتُكِ فِي حُجَّتِكِ خَيْرٌ مِنْ صَلَاتِكِ فِي دَارِكِ. Ve senin otağında kıldığın namaz, evinde kıldığın namazdan daha hayırlıdır. وَصَلَاتُكِ فِي دَارِكِ خَيْرٌ مِنْ صَلَاتِكِ فِي مَسْجِدِ قَوْمِكِ. Ve senin evinde kıldığın namaz, kavminin mescidinde kıldığın namazdan daha hayırlıdır. وَصَلَاتُكِ فِي مَسْجِدِ قَوْمِكِ خَيْرٌ مِنْ صَلَاتِكِ فِي مَسْجِدِ. Ve senin kavminde, yani kabilende kıldığın namaz, kavminin mescidinde kıldığın namaz, benim mescidimde kıldığın namazdan daha hayırlıdır. Ve ravi deyir ki, فَأَمَرَتْ فَبُنْيَ لَهَا مَسْجِدٌ فِي أَقْصَى شَيْءٍ مِنْ بَيْتِهَا وَأَظْلَمِهِ. Ve o kadın emridir ve onun için yatak otağının en küncünde ve en karanlık yerinde onun için bir namaz yeri tikilir, kurulur ve orada namaz kılardı hatta Allah'la görüşene dek. Ve İbn-i Huzeyme fesil açır öz kitabında ve deyir ki, Bâbu ihtiyari salatil mer'ati fi ucatiha ala salatiha fi dariha. Fesil açır ve buyurur ki, kadının otağında kıldığı namazın evinde kıldığı namazdan daha hayırlı olması fesli ve onun kavminin mescidinde kıldığı namazın Allah Resulü sallallahu aleyhi ve sellem mescidinde kıldığı namazdan daha hayırlı olması, hatta Allah Resulü sallallahu aleyhi ve sellemin mescidindeki namaz başka mescidlerde kılınan namazdan, yani 1000 namaza beraber olmağına bakmayarak, yani Allah Resulü sallallahu aleyhi ve sellemin mescidinde kılınan namaz başka mescidlerde kılınan 1000 namaza beraber olmasına bakmayarak ve buna da delil Allah Resulü sallallahu aleyhi ve sellem sözüdür. Salatun fi mescidi hâdâ afdalu min elfi salatin fîmâ sivâhu minel mesacidi. Benim bu mescidimde kılınan bir namaz başka mescidlerde kılınan 1000 namazdan daha üstündür. Bakmayarak ki Allah Resulü sallallahu aleyhi ve sellemin mescidinde
qılınan namazın bu qədər üstünlüyü var. Lakin qadının evində qıldığı namaz daha üstün, daha əfsəldir. Ummu Sələmə radiyallahu anhə deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Xayru məsacidin nisai qa'ru beytihinnə. Qadınların ən xeyirli namaz qıldıqları yer, məscidləri, yataq otaqlarının dibi içidir. Yəni, qadın nə qədər evinin içində olarsa, qadın üçün daha xeyirlidir. Və yenə də Ummu Sələmə radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Salatul mər'əti fi beytihə xayrun min salatihə fi hücrətihə. Qadının yataq otağında qıldığı namaz, otağında qıldığı namazdan daha xeyirlidir. Və salatuhə fi hücrətihə xayrun min salatihə fi dərihə. Və qadının otağında qıldığı namaz, evində qıldığı namazdan daha xeyirlidir. Və salatuhə fi dərihə xayrun min salatihə fi məscidi qavmihə. Və onun evində qıldığı namaz, qövmünün məscidində qıldığı namazdan daha xeyirlidir. Yəni, Allah Resulü sallallahu aleyhi ve sellem dönəmində, yəni, cəmaatların, məhəllələrin, yəni qövmlərin özlərinin 5 namaz qılmaq üçün məscidləri olurdu. Cümə namazına isə Allah Resulü sallallahu aleyhi ve sellem məscidində qılardılar və bayram namazları isə musallədə, yəni çöllükdə bayram namazını qılardılar. Abdullah ibn Ömər radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. La temna'u nisa'akumul mesacidə. Qadınlarınıza məscidlərə getməyə mani olmayın. Və buyutuhunna xayrun lehunna. Onların evləri isə onlar üçün daha xeyirlidir. Yəni Allah Resulü sallallahu aleyhi ve sellem əgər qadın məscidə namaz qılmağa getmək istəyirsə, mani olmamağı buyurur. Yəni, mani olmaqdan çəkindirir. Lakin qadın üçün daha xeyirli, daha üstün, daha əfsəl hansıdır onu bəyan edir və bildirir ki, qadının evində qıldığı namaz, qadının evi onun üçün daha xeyirlidir. Və qadın əgər məscidə getmək istəyirsə, qadağan etmək olmaz. Lakin məscidə gedərkən açıq-saçıq geyinmək, ətirlənərək getmək, ümumiyyətlə evindən ətirlənərək çıxmaq qadağandır. Çünki Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, hər hansı bir qadın ətirlənərək məscidə gələrsə, yəni evinə qayıdıb, yuyunmamış, yəni qüsül almamış, Allah Teala onun namazını qəbul etməz. Və həmçinin başqa hədislərdə Allah Resulü sallallahu aleyhi ve sellem buyurmuşdu ki, əgər hər hansı bir qadın ətirlənərək evindən çıxarsa və hər hansı bir kişilər olan toplumun yanından keçərək onlar da onun ətrinin, qoxusunun iyini duyarlarsa o qadın zinakardır. Və yenə də Abdullah ibn Ömər radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Əl-mər'atu avratun. Qadın övrətdir. Yəni, qadın örtülməli, bağlanılmalı, vacib olan insandır, ayıb yeridir. Və innəhə idə xaracət min beytihə istəşrafəhə şeytan. Və əgər qadın evindən çıxarsa, şeytan insanları ona tərəf üzünü çevirər. Yəni, insanların baxışlarını ona yönəldər.
Yəni, istəşrafə sözünün mənası, əsl mənası insan əlini, yəni bir əlini qaşlarının üstünə qoyaraq, başını qaldıraraq baxmasına deyilir. Sanki diqqətlə nəyəsə baxırmış. Və şeytan da başqalarının, yəni kişilərin baxışlarını, nəzərlərini o qadına yönəldər. وَإِنَّهَا لَا تَكُونُ أَقْرَبَ إِلَى اللّٰهِ مِنْهَا فِي قَعْرِ بَيْتِهَا. Sonra Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, qadın Allah'a en yakın evinin içinde olur. Yani evinin dibinde, içinde olduğu vaxt qadın Allah'a en yakın vaxtı olur. Eğer bir qadın Allah'a yakın olmaq istəyirsə, Allah Teala'nın razılığı onun üçün daha önemli, daha üstündürsə və bir qadın əgər Allah Teala'nın cənnətini istəyirsə və Allah Resulü sallallahu aleyhi və səlləmlə və onun zövcələri ilə bərabər cənnətdə olmaq istəyirsə, bilməlidir ki, nə qədər ehtiyac olmadan evindən çıxmasa, evində olsa, ailəsiyle olsa onun üçün daha xeyirlidir. Abdullah ibn Məsud radiyallahu anhu deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Salatul mer'ati fi beytiha afdalu min salatiha fi hucatiha. Qadının yataq otağındakı namazı otağında qıldığı namazdan daha əfsəl, daha üstündür. Və salatuha fi mixda'iha afdalu min salati fi beytiha. Və qadının yəni yataq yerinin yanında qıldığı namaz yataq otağında qıldığı namazdan daha əfsəl, daha üstündür. Yəni Allah Resulü sallallahu aleyhi ve sellem bu hədislərlə bildirir ki, qadın nə qədər evinin içində olarsa, onun üçün daha əfsəl, daha üstün, daha xeyirlidir. Əgər namaz üçün, yəni qadının namaz üçün evindən çıxaraq məsciddə namaz qılması, əgər evində qıldığı namazdan üstün deyilsə, namaz üçün evdən çıxması, evində qıldığı namazdan üstün deyilsə, gör qadının başqa şeylər üçün ehtiyac olmadan evdən çıxması necə olar? Və yenə də Abdullah ibn Məsud deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem elə buyurmuşdur. El-mer'atu avratun, qadın ayıb yeridir, naqislik yeridir. Feydə xaracət istəşrafəhə şeytan. Əgər çıxarsa evindən, şeytan insanların, kişilərin nəzərlərini, baxışlarını ona yönəldər. Və başqa ləfzdə isə buyurur ki, وَأَقْرَبُ مَا تَكُونُ فِي وَجْهِ رَبِّهَا وَهِيَ فِي قَعْرِ بَيْتِهَا. Və qadın Rəbbinin üzünə ən yaxın yeri evinin dibində, evinin içindədir. Yəni, nə qədər qadın evinin içində olarsa bir o qədər Allaha daha yaxın olar. Və yenə də Abdullah ibn Məsud deyir ki, مَا صَلَّتْ إِمْرَأَةٌ مِنْ صَلَاةٍ أَحَبَّ إِلَى اللّٰهِ مِنْ أَشَدِّ مَكَانٍ فِي بَيْتِهَا ظُلْمَةً. Qadın Allah'a ən sevimli qıldığı namazı evinin ən zülmət, ən şiddətli zülmət yerində qıldığı namazıdır. Yəni burada bu hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem qadını qaranlıqda, yəni xüsusi olaraq zülmət bir yeri seçməsini, yəni buna həvəsləndirmir, lakin nə qədər evinin içində olarsa, nə qədər çıxmazsa evindən onun üçün daha yaxşı, daha xeyirli və Allah üçün daha sevimlidir. Əgər bir qadın istəyirsə ki, namazı, qıldığı namaz Allaha ən sevimli namazlardan olsun, evində qılması daha xeyirlidir.
Və başqa ləfsdə isə deyir ki, Əbul Əhvas, o da Allah Resulü sallallahu aleyhi ve sellemdən İnnə həbbə salatil mərati iləllahi fi əşəddi məkanin fi beytə zulmətən. Qadının Allaha ən sevimli namazı evinin ən şiddətli zülmət yerində qıldığı namazdır. Başqa rəvayətdə isə Abdullah ibn Məsud deyir ki İnnəmən nisə'u avratun. Yəni, qadınlar övrətdir. Yəni, qadınlar ayıb yeridir, qadınlar bağlanılması yeridir. Yəni, örtülməlidir. Və innə əl-mərətə lətəxrucu min beytiyə və mə bihə bə'sun. Və əgər qadın heç bir problem olmadan, bir zərurət olmadan evindən çıxarsa, fəyəstəşrifuhə şeytan və şeytan insanların nəzərlərini, baxışlarını ona yönəldir. Yəni, insanların baxışları ona yönəlir. Fəyəqul və deyir ki, innəki lə təmurrinə bi əhədin illə ə'cəbtihi. Və şeytan ona vəsvəsə verir və deyir ki, sən kimin yanından keçsən, onun xoşuna gələcəksən. Kimin də yanından keçsən, onun xoşuna gələcəksən. Və innəl mər'ətə lətəlbəsu thiyəbəhə fəyuqalu əynə turidin. Və əgər qadın paltarını geyinərsə və ona deyirlər ki, hara getmək istəyirsən, o da deyir ki, əudu maridan, xəstəni ziyarət edirəm və yaxud da cənazədə iştirak edəcəm və yaxud da məsciddə namaz qılacam. Yəni, qadın bu niyyətlərlə, hətta baxmayaraq ki, ibadətdir, salih əməllərdir, bundan ötürü evindən çıxmaq istəyir. Lakin buyurur ki, وَمَا عَبَدَتْ إِمْرَأَةٌ رَبَّهَا مِثْلَ أَنْ تَعْبُدَهُ فِي بَيْتِهَا. Heç bir qadın evində ibadət etdiyi kimi Allaha başqa yerdə ibadət etməmişdir. Yəni, qadının Rəbbinə ən əfsəl ibadəti, ən üstün ibadəti və ən xeyirli ibadəti evində etdiyi ibadətdir. Əbu Amr Əş-Şeybəni deyir ki, Abdullah ibn Məsudu görür, cümə günü qadınları məsciddən çıxarır Abdullah ibn Məsud və deyir ki, uxrucnə ilə buyutikunə xeyrun ləkunnə. Deyir, çıxın, evlərinizdə qılın və evləriniz sizin üçün daha xeyirlidir. Yəni, evlərinizdə namaz qılmağınız sizin üçün daha xeyirlidir. Və Muhammed Nasrəddin Əlbani deyir ki, bütün bunlar yəni cinlərdən olan şeytanlar haqqında gəlmişdir ki, şeytan insana bu cür, qadına bu cür vəsvəsə verir ki, sən gözəlsən, kimin yanından keçsən də sən onların xoşuna gələcəksən. Bəs deyir, insanlardan olan şeytanlar necə? Xüsusən də indiki bizim dövrdəki insanlardan olan şeytanlar. Və bu şeytanlar qadın üçün daha zərərlidir. Və xüsusən də indiki dövrdəki cavanlar, hansı ki onlarda, yəni bəzi cavanlarda şəxsiyyət, mənəviyyət qalmamışdır. Din də qalmamışdır. Və xüsusi olaraq indiki dövrdəki cavanlarda və Allah Teala'dan istəyirəm ki, Allah Teala bütün müsəlman qadınları islah eləsin. Və Allah Teala bizi eşitib yaxşısına tabi olanlardan etsin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və atubu ileyk.